Hamıya salam dostlar, necəsiniz, nə var nə yox? Yeni bir kanalıma və videoma hamınız xoş gəldiniz dostlar. Yepyeni bir videoyla hamınızı salamlayıram. Belə bir effekt tapdım. Effekt tapdım yəni bunun part 2 part çəkmişdim. Bilməm neçədir. Aşağıda yazacağam dostlar. Dostlar belə bir effektdir. E, Futbolcuları sıralayırıq. Yəni birdən ona kimi bu effektə baxdım, yəni videolara falan. Burada gələn futbolcular var ha. Ən çətin effektdir təbii ki də bu. Yəni adamın əli gəlmir ki, onu bura qoysun, onu ora qoyandan sonra ondan da güclüsü gəlir düşür aşağıya qoymaya məcbur edilir. Çox yəni çətin effektdir. Yəni istədiyin kimi sıra alındıra bilmirsən də. Yəni ki, başa düşdünüz, bildiniz nə demək istəyirəm. Nəsə dostlar, videoya keçmədən öncə çox uzatmayım. Aşağıdan like atmağı, kanalıma da abunə olmağı unutmayın. O ki dostlar, kanalımız böyüsün, inkişaf eləsin. Bəli dostlar, gördüyünüz kimi ilk öncə Ronaldo Nazario, fenomeno Ronaldo gəldi. Brazil, Ronaldo Nazario. Deməli. Mən bir də öz sıralamam belədir də. 1 Messi, 2 Ronaldo, 3 Pele, 4 Maradona, 5 Ronaldo Nazario tam top 5'də idi. 5'i haqq edir. Hamı deyir ki, zədələnməsəydi daha yaxşı ola bilərdi. Razıyam. Pele, ayda 3 haqq edirsən baba. Johan Cruyff. Cruyff 8. Iniesta. Iniesta'dan pis gələr. Məncə gələr. 9'u qoydum da. Qoymayacaqdım. Messi, birin sahibi. Doldur da bu bizdə. Oy canavar. Maradona gəldi. Ronaldinho, Gaucho 7. Zinedine Zidane 6. Cristiano Ronaldo 2. Ona hak edin. Ona oydu. Tam da hak eləmir onu. Beckenbauer siz nə idi? Yaşayan futbolcudur. Amma ki Iniesta ilə yeri dəyişə bilər. Bəli, Iniesta ilə yeri dəyişə bilərdi Beckenbauer. Ya da belə də yaxşıdır, nə bilim. Mənim dostlar sıralamam bu şəkildədir, belədir. Siz olsanız necə sıralayardınız? Yorumlarda bölüşərsiniz dostlar. Videomuz buraya qədərdir. Sağ olun, salamat qalın, özünüzə yaxşı. Görüşək.